Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədi ilə giriş-çıxış, o cümlədən tranzit məqsədi ilə giriş-çıxış bugün saat 10-dan etibarən bərpa olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədi ilə giriş-çıxış, o cümlədən tranzit məqsədi ilə giriş-çıxış müvəqqəti olaraq dayandırılmışdı. Buna səbəb kimi 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar göstərilib. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin, o cümlədən tranzit məqsədi ilə yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.